Bölgələrdən çoxsaylı müraciətlər gəlir, şikayətlər gəlir. O rayonda o problemlər illərdir qalıb, qalaqlanıb. O problem həllini tapmır, bu yol problemi həllini tapmır, mavi yanacaq problemi həllini tapmır. İnsanların sosial durumu ilə maraqlanan yox. Bunların hamısının kökündə bir çox səbəblər dayanır. Ən başlıca səbəblərdən biri isə bu rayon icra hakimiyyətinin başçılarıdır, dəyərli dostlar. İllərdir, 20 il bir adam bir rayonda icra başçısı işləyir. Bir adam ömründə 20 il, bəzən 22 il, bəzən 15 il, 10 il. Yəni adamlar gedirlər tam rahat öz krallıqlarını, öz xanlıqlarını qururlar orada. Astara'dan bizə yazırlar. Astara şəhər icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev. Qəzənfər Ağayev 2006-cı ildə Yardımlı rayon icra hakimiyyətinin başçısı təyin olunub. 2006-cı ildən 2012-ci ilə kimi Masallı rayon icra hakimiyyətinin başçısı təyin olunub. 2013-cü ildən bu günə kimi də Astara şəhərinin qara taleyinə yazılıb. Astara şəhərinin kabusuna çevrilir, vətəndaşlar yazırlar. Yəni bu adam 19 il bir adam icra hakimiyyətinin başçısı işləyir. Eyni təfəkkür, eyni zehniyyət, hər rayonda eyni yanaşma tərzi, yəni özünün konkret olaraq bir proqramı var. Bu proqramla da hər rayonda gedib öz fəaliyyətini davam etdirir. 19 ildir Qəzənfər Ağayev Arif oğlu icra hakimiyyətinin başçısı işləyir. Və son vaxtlar haqqında yazılar getdi. Süleyman Mikailov. Bu bəzən də deyirlər ki, Çakır rəqəblidir. Süleyman Çakır da dedizdir özünü. Süleyman müəllim də çox uzun zamanlarda 2005-ci ildə Yardımlı rayon icra hakimiyyətinin başçısı, 2005-2010-cu illərdə Lənkəran şəhər icra hakimiyyətinin başçısı işləyib 4 mart 2010-cu ildə prezidentin sərəncamı ilə Qaradağ rayon icra hakimiyyətinin başçısı təyin olunur. Təkcə adam 20 illik icra hakimiyyəti başçısı dövründə təkcə 15 ildir adam Qaradağ rayon icra hakimiyyətinin başçısı işləyir. Bu 20 ildir Süleyman Mikailov işləyir, 19 ildir Qəzənfər Ağayev işləyir, bir 20 ilə yaxındır Talih Qaraşov işləyir və bu camiyyədən olanlar, məndə siyahı yoxdur, siyahını hazırlayacağım. 10 ildən artıq işləyən icra hakimiyyəti başçıları haqqında. İstər paytaxt Bakı şəhərinin rayonları olsun, istər bölgələr olsun. Bu Daxili İşlər Nazirliyində rayon rəisləri 5 il, mən səhv etmirəmsə, 5 il müddətinə bir rayonda işləyə bilir. Amma elə məhkəmə sədri var, adam yapışıb, qoltuğa yapışıb. Mənim də bu qoltuğum da azca, deyəsən o icra hakimiyyəti başçılarının qoltuğuna oxşayır. Az-azca da bu da oxşayır. Yəni 15 il, 20 il icra hakimiyyəti başçısı mı işləmək olar? Bir məşhur icra başçısı da var, icra hakimiyyətinin başçısı Əziz Əzizov. Adamdan danışan kimi yüzlərlə adam mənə zəng gelir. Yüzlərlə. Deməli, adam 1996-cı ildən 2006-cı ilə kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Buğda alıb satıb, arpa alıb satıb, un satıb, kəpək satıb, korma satıb. Yəni bu ticarətçi bir adam olub. 2006-cı ildə talih quşu qonub bunun başına gəlib olub Cəlilabad rayon icra hakimiyyətinin başçısını. Bunun təqdimatını kim verib, hansı zehniyyət verib, kim bunu təqdim edib? Təbii ki, bu icra hakimiyyəti başçılarının böyük əksəriyyətin ölkə prezidenti şəxsən tanımır. Adamları təqdim edirlər, aparırlar, təqdimat eləyirlər. 2006-cı ildə bunun təqdimatını kim verdi Cəlilabada? Cəlilabadın qara günləri, qara talihi həmən gündən başlayıb. 2006-cı ildən 2018-ci ilə kimi adam Cəlilabad rayon icra hakimiyyətinin başçısı işləyib. 12 il mən Bakı Ağır Cinayətlər Məhkəməsində dedim möhtərəm hakimlər, Əziz Əzizov mənim yüzümə duranda qıpqırmızı olmayan bir şeylərdən gəldi adam mənim yüzümə durdu.
dedi Elnur Şükürov məni təhqir və tənqid eləyib. A qardaş, mən səni təhqir eləyəndə sən hara müraciət elədin? Kimə müraciət elədin sən? Səni bir jurnalist təhqir eləyir, təhdid eləyir. Sən bu boyda bir icra başçısına sən. Hara müraciət elədin sən? Kimə müraciət elədin? Sənin 12 illik fəaliyyəti ilə bağlı mən ayrıca danışacağam. O Cəllabada elədiyi zülümlərlə bağlı mən tam ayrıca danışacağam. Hər bir ili haqqında, hər bir günü haqqında, hər bir saati haqqında, ayrılan vəsaitlərlə bağlı, çəkilən yollarla bağlı, tikilən binalarla bağlı, bunlarla tam ayrıca danışacağım inşallah zaman. Bu bizim bu məşhur və hörmətli icra başçısı Əziz Əzizov 2006-cı ildə bu deyilənlərə görə ticarəti kənara qoyar, gələr Cəllabad rayon icra hakimiyyətinin başçısı. 2006-cı ildən 2018-ci ilə kimi Cəllabad rayon icra hakimiyyətinin başçısı, 2018-ci ildən 2019-cu ilə kimi Yasamal rayon icra hakimiyyətinin başçısı, 2019-dan 2024-cü ilə kimi də Suraxanı rayon icra hakimiyyətinin başçısı işləyir. Və 2024-cü ildən Beyləqan şəhər icra hakimiyyətinin başçısı təyin olunur. Adam 2006, bu da 2025. 19 ildə Əziz Əzizov başçısı işləyir. 19 il Qəzənfər Ağayev icra hakimiyyətinin başçısıdır. 20 il Süleyman Mikailov icra hakimiyyətinin başçısıdır. Bir 20 ildə Talih Qaraşov və bu camiyyədən bu hörmətli talihlərinə icra hakimiyyəti başçısı yazılmış şəxslər eyni zihniyyətlə, adamlar hamısı bir-birinə oxşayır, bir-birinə eyni formada, eyni viddə, eyni zihniyyətdə. Yəni bunların hansını qaldırsan, altından milyonlar yox, milyardlar çıxır, bütün mətbuat yazır. Və Ramiz Mehdiyevin həbsindən bu adamlar narahatdılar, qorxuya düşüblər. Hansının haqqında mətbuatda bir kəlmə söz gedir, dəhşət dərəcədə narahat olurlar. Əgər bu millətin haqqını, bu dövlətin 1 manatını uğurlamısınızsa, bilin ki, qapınız döyüləcək. Bilin, ölkə başçısı, hörmətli dövlət başçısı demişdi ki, bu dövlətin 1 manatını, 5 manatını uğurlayan, o regionlara ayrılan vəsaitlərə xor baxan, regionlara ayrılmış vəsaitləri mənimsəyən vəzifəli şəxslər dövlətə xəyanətdə bulunurlar. Bilsinlər bunu. Bugün Ramiz Mehdiyev dövlətə xəyanətdə bulunur. Məsələ burasında da dəyərli izləyicilər, bu tip insanlar həbs olunanda, xəstə olanda bir Allahın qulu yazmır ki, Allah filan vəzifəli şəxsə, filan icra başçısına şəfa versin, filan nazirə şəfa versin. Yaxud həbs olunanda bir Allahın qulu yazmır ki, Allah bu icra başçısının qapısını açsın. Bunu siz qazanmamışsınız ki, siz hər şey qazanmışsınız. Siz villalar qazanmışsınız, siz bahalı maşınlar qazanmışsınız, siz uğurlamışsınız ölkənin vəsaitlərini, rayonlara ayrılan vəsaitləri, amma siz təbii hörmət qazanmamışsınız. Bunu mən tam bir jurnalist olaraq yazılan kommentariyalarda görürəm. Mən bir videomu paylaşmışdım bu məşhur icra başçısı ilə bağlı. Orada yüzlərlə Cəllabadlı yazıb. Sənin hörmətin o kommentariyaların içindədir, əziz dostumuz. Və digər icra başçıları da olsun. Sabah Talih Qaraşov həbs olunanda, Süleyman Mikailov həbs olunanda, Qəzənfər Ağayev həbs olunanda, Əziz Əzizov həbs olunanda, bu camiədə olan icra hakimiyyəti başçıları həbs olunanda onların o videoların aşağısında yazılan kommentariyalarda görsənəcək bunların yaşadıkları ömür. Yəni bunlardan saatlərlə danışmaq olar. Çox sayılı mənə yazmışdılar, mənə bu icra hakimiyyəti başçıları haqqında bir gözəl, balaca bir siyahı göndərmişdilər. Mən o siyahını bir balaca qeyd elədim burada. Dedim, qısa bir yayın verək bu möhtəşəm və bu hörmətli, məşhur icra hakimiyyəti başçılarına bağlı. Adil Əliyev var. Söz düşmüşdən Sabunçu rayon icra hakimiyyətinin başçısı. O da təxminən bir 15 ildir Sabunçu rayonunda bir krallıq qurub özünə. Yəni, əksəriyyəti 10 ildən artıqdır bizim təyin olunmuş icra hakimiyyətinin başçıları var.
Mən inşallah gələn yayımda çalışacağam ki, hər birisinin haqqında, hər birinin Wikipediyasından məlumatları oxuyum. Siz dəyərli izləyicilərə təqdim edəcəm. Belə dəyərli izləyicilər, daha bir canlı yayının sonuna gəldik. Bəyənin, paylaşın. Özünüzdən müğayət olun, sağ olun, sağlıqla qalın.